Yaxşı. Hı hı. Xoş gördük. Deməli, bu dəfəki videomuzda 2 gün sonra inşallah ki, fənn müsabiqəsi imtahanının yarımfinal mərhələsi olacaq. 2024-cü ildə fənn müsabiqəsinə gedən şagirdlər üçün hazırlanmış sınaq imtahanı suallarının izahını paylaşmaq istəyirəm. Başlayaq birinci sualımızda. Kökün ucunun hansı rəqəmlə verilmiş hissəsi torbaqdan su və mineral maddələrin sorulmasına təmin edir? Bu, kök tükcükləri və yaxud əmici tellər olan hissəsidir. O da 1 rəqəmi ilə göstərilib. Ona görə doğru cavabımız A variantı olacaq. Hansı sırada şəkildə verilən hissələr doğru qruplaşdırılıb? Deməli, burada bir orqandır. O da B ilə C variantında var. 2-də orqandır. 4 də orqandır. 1, 2, 4 elə C variantı olur, amma hər ehtimal digərlərini də yoxlayaq. Deməli, 7 toxumadır, 8 də toxumadır, 9 da toxumadır. O da C variantına uyğun gəlir. 5, 6, 3, 5, 6 isə hüceyrədir. O cəhətdən C variantı tam doğrudur. Üçüncü sualımız ikiləpəli bitkinin yarpağında mövcud olan aşağıdakı hissələrdən hansı həm də əksər köklərin də hissəsi ola bilər? Yarpağında mövcud olan aşağıdakı hissələrdən hansı həm də əksər köklərin də hissəsi ola bilər? Maddələrin daşınmasını təmin edən borucuqlar ola bilər. Xarici təsirlərdən qoruyan hissə bu da ola bilər. Fotosintez edə bilən hissə köklərdə olmaz. Transpirasiya edən ilə suyu xaric edən hissə bu da köklərdə olmaz. Yəni cavabımız 1 ilə 2 C variantı olacaq. Davam edirik 4-cü sualımızla. 4-cü sualımızda göstərilir ki, aşağıdakı təcrübəyə əsasən zoğun hansı hissəsi rəngli boya ilə boyanar? Rəngli boya ilə boyanar. Deməli, mavi boyanın olduğu hissə oduncaqdakı borucuqlar olar. Düşünürəm, bu da B variantında göstəriləcək. Deməli, cavabımız B bəndi. 5-ci sual. Çiçəyin hansı rəqəmlərlə verilmiş hissələrində həm mitoz, həm də meyoz bölünmə gedə bilər? Mitoz bölünmə əksər hüceyrələrdə gedir, amma meyoz bölünmə əsasən də reproduktiv hissələrdə gedir. Yəni, bu da Z hərfi ilə tozluqdur göstərilən, bir də Y hərfi ilə yumurtacıqdır. Bu cəhətdən Y, Z və yaxud Z, Y C variantı olacaq doğru cavabımız. Hansı həm hüceyrə, həm də orqanizm səviyyəsinə aid edilə bilər? Erkək qamət hüceyrədir, amma orqanizm deyil. Ziqot hüceyrədir, orqanizm deyil. Vəba vibrionu həm hüceyrədir, həm orqanizmdir. Yəni, bakteriya orqanizmi olaraq da düşünə bilərik. Bir hüceyrəli olduğuna görə hüceyrə də deyə bilərik. Ona görə C variantı olacaq doğru cavabımız. 7-ci sualımız. Aşağıdakı şəkildə Petri fincanında cücərtilən 3 lobya toxumunun kök vəziyyətləri göstərilmişdir. Müəyyən olunan zamandan sonra X, Y, Z toxumlarında kökün vəziyyəti necə olacaq? Hər üçündə kök aşağı doğru, yəni torpağa doğru, yerin mərkəzinə doğru yönələcək. Ona görə X olduğu kimi qalır, Y əyiləcək aşağı, Z də fırlanıb aşağı əyiləcək. B variantı olacaq doğru cavabımız. 8-ci sualımızda dişiciyi çıxarılmış tam çiçəkdə verilənlərdən hansı əmələ gələ bilər? Dişiciyi çıxarılmış tam çiçəkdə hansı əmələ gələ bilər? Dişicik yoxdursa, rüşeym əmələ gəlməz, toxum əmələ gəlməz, mikrospor əmələ gələ bilər, çünki mikrospor ekrekçdə yaranır. Makrospor dişicikdədir, makrospor əmələ gəlməz. Bərabər sayda yarpağı olan qarğa gözü, gicitgən və cökə zoğları götürülmüşdür. Əgər bu zoğlarda cəmi 18 yarpaq olarsa, zoğlardakı buğum aralarının maksimum sayının cəmini tapın. Deməli, qarğa gözü üçün X hər birində bərabər saydadır. Gicitgəndə də X, cökədə də X. Bərabər sayda yarpağı var. Yəni, hər üçündə X sayda yarpaq var. Cəmi 18 yarpaq varsa, toplayıb bərabər edirik 18-ə. 3x bərabərdir 18, x bərabərdir 6 olacaq. Deməli, hər birində 6 dənə yarpaq var.
İndi burada buğum aralarını istəyir. Əvvəlcə buğumu tapmalıyıq, sonra buğum aralarını və buğum aralarının maksimum sayı. Yəni buğumun maksimum olması üçün yarpaq qarğa gözündə hər buğumda minimum olmalıdır. Onun üçün qarğa gözü üçün düşünsək, bir buğuma 3 yarpaq, x-ə 6 yarpaq. O cəhətdən x bərabərdir 2. Deməli, sonra gicitkəndə bir buğuma 2 yarpaq qarşı-qarşıya olduğuna görə x-ə 6 yarpaq, x bərabərdir 3. Cökədə bir buğuma 1 yarpaq, x-ə 6, x bərabərdir 6 buğum və buğum arası hərəsində bir vahid az olur. Yəni, burada buğum arası olacaq 1, burada 2, burada 5. 1 o da 2, 3, o da 5 eləyəcək 8. Yəni, C variantı sualımızın doğru cavabıdır. Davam edirik 10-cu sualımızla. Müvafiq olaraq x, y və z ilə hansı növ köklər göstərilmişdir? X əlavə köklər, y əsas kök, z isə yan kökdür. Əlavə, əsas, yan D variantı olacaq doğru cavabımız. 11-ci sualımızla davam edirik. Uyğunluğu müəyyən edin. İki cinsli çiçəyə malikdir. Deməli, bu 1-dir. Bir cinsli çiçəyə malik 2 evli bitkidir. Bir cinsli çiçəyə malik 2 evli bitkidir. Bu 3'e aiddir. Bir cinsli çiçeğe malik bir evli bitkidir. Bu 2'ye aiddir. Tozuq ve yumurta hücrəsi ayrı-ayrı fərdlərdə əmələ gəlir. Bu 3'e aiddir. Deməli, 1'ə A, 2'ye deməli 2'ye C, 3'e B, D. A, C, B, D. A variantı olacaq doğru cavabımız. 12. Aşağıdakı şəklə əsasən x-in yerində yazılmalıdır. Deməli, ən birincidə hüceyrədir. Sonra toxum adı, toxumadan sonra orqan olmalıdır. Ona görə D variantı doğru cavabdır. 13-cü sual. Doğru fikri müəyyən edin. Leykoplastlar fotosintez prosesini həyata keçirir. Xeyr. Bitkiyə sarı, narıncı, qırmızı rəngi verir. Xeyr, bu da xromoplastdır. Fotosintezi həyata keçirən kloroplastdır. Şəkər formasında üzvü maddə hazırlayır. Bu da xloroplastdır. Nişasta yağ zülalı ehtiyat halda saxlayır. Bu doğrudur. Hansı hüceyrə orqanoidinə canlıların bütün aləmlərin nümayəndələrində rast gəlinər? Deməli, bu ribosomdur. C variantı olacaq doğru cavab. 1. Bakteriya növünün olduğu mühit temperaturunun müəyyən bir müddətdəki say artımı aşağıdakı qrafikdə verilmişdir. Yəni, görürük ki, temperatur 50 dərəcəyə qədər artıb, sonra 2 ilə 3 aralığında sabit qalıb, sonra 70 dərəcəyə qədər bakteriya yenə artıb, sonra 70-dən sonra başlayıb azalmağa. Bu zaman müddətində bir növə aid olan bakteriyaların sayının ən çox artdığı zaman aralıqlarının hansı doğru göstərilmişdir? Ən çox artdığı, yəni belə düşünsək, deməli 1 ilə 2 arasında artıb. 1 ilə 2 arasında artıb. Yəni ən çox elə 1 ilə 2 arasında artıb. Yəni burada artım 1 ilə 2 arasındadır. Bir də 3 ilə 4 arasındadır. Amma qrafikdən də göründüyü kimi 3 ilə 4 arasında artım biraz daha azdır. O cəhətdən A variantı olacaq doğru cavab. 16-cı sualımız Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, bitki hüceyrəsi, heyvan hüceyrəsi. Nazik xarici qılaf bu heyvan hüceyrəsi üçündür. Bitkilərdə qalındır. Plazmatik membran hər ikisinə aiddir. Hüceyrə divarı bitkilərə aiddir. Ribosom hər ikisinə aiddir. Nüvə hər ikisinə aiddir. Yəni, B, D, Y 3-ə aiddir. Deməli, B, D, Y 3-ə aiddir. C 1-ə aiddir. A 2-yə aiddir. Deməli, 1C, 2A, 3B, D, Y. A variantı olacaq doğru cavabımız. 17-ci sualımız hermafrodit çiçəkdir. Yəni, həm erkəkcik olsun, həm dişicik olsun. Burada hermafrodit çiçəkdir. Deməli, A sonsuz G1, bir də A10 G1 var. 1 ilə 3 olacaq. A variantı doğru cavab. Hansı bitkinin tozlama üsulu şəkildəki kimidir? Yəni, həşərat vasitəsilə tozlamadır. Noxud, buğda, darıda
öz-özünə tozlanmadır, günə baxanda həşəratladır. D variantı olacaq. Verilmiş şəklə əsasən hansı fikir doğrudur? Deməli, Z və Y çiçəyin reproduktiv orqanlarıdır. Ola bilər, doğrudur. Sadə çiçək yanlığına malik çiçəklərdə X olmur. Sadə çiçək yanlığıdırsa, yəni eyni cür yarpaqcıqlar olur. Bəli, X olmur. Bu da doğrudur. Deməli, X və T birlikdə tacı əmələ gətirir. X və T xeyr. Yalnız T tacı əmələ gətirir. 3 yanlışdır. İki evli bitkinin çiçeği ola bilər? Xeyr. İki evli bitkidə iki cinsli, yəni hermafrodit çiçək olmur. 4 də yanlışdır. Çox toxumlu meyvə əmələ gətirə bilər? Bəli. İçərisində çoxlu yumurtacıq olduğuna görə çox toxumlu meyvə əmələ gətirir. 1, 2, 5 doğrudur. 1, 2, 5 də B variantında verilir. Şəkildə göstərilən yarpaq haqqında hansı fikir yanlışdır? Sadə yarpaqdır, doğrudur. Damarlanması torvarıdır, doğrudur. Saplağa malikdir, doğrudur. Generativ tumurcuqdan inkişaf edib, xeyr. Vegetativ tumurcuqdan inkişaf edib. D variantı olacaq sualımızın cavabı. 21. Uyğunluğu müəyyən edin. 1-də görürük ki, növbəli düzülüşdür. 2-də qarşı-qarşıya, 3-də topalıdır. 1-ə aid olacaq A, 1-də Y aid olacaq. 1-ə A, Y. 2-yə aid olacaq C, D, 1'e A'ya, 2'ye C, D, 3'e ait olacaq B ile K. O da B variantına uyğun gəlir. 22. Şəkildə bitkinin hansı xüsusiyyəti təsvir olunmuşdur? Deməli, nəyi təsvir olunub? Böyümə var da. Çoxalma, yox, çoxalma əslində. Çoxalma, böyümə. Tənəffüs deyil, qıcıqlama deyil. Təbii ki, burada böyümə toxumla. Toxumun inkişafıdır. Əslində inkişaf deyərdim. Çoxalma və böyümə. Vallahi iki variant arasında qalıram. Toxum varsa, toxum bitkinin generativ çoxalma orqanı sayılır da, generativ orqanı da çoxalır. Çoxalma olsun. A variant. Əgər orada toxum göstərilməsə, bəlkə də böyümə deyərdik. Amma toxum göstərildiyinə görə biz çoxalma məncə götürməliyik. 23. Deməli, şəkildə təsvir verilən canlının aid olduğu aləmin nümayəndələri haqqında hansı fikir yanlışdır? Bakteriyalardır. Sporlar çoxalır. Elə bu yanlışdır. Çünki onlar ikiyə bölünməklə çoxalırlar. Bitkilərdə parazitlik edə bilər. Bu, pambıq bitkisində parazitlik edən homos bakteriyasını deyə bilərik. Heyvanlarda parazitlik edə bilər. Yəni, vəbadır, vərəmdir və s. Tetanusdur, yatalaqdır, müxtəlif bakteriyalar deyə bilərik. Vitaminlərin sintezində iştirak edə bilər. Bəli, insanın bədənində yaşayan bəzi bakteriyalar var ki, yoğun bağırsaqda vitamin sintezində iştirak edir. 24. Aşağıdakı hüceyrə haqqında hansı fikir yanlışdır? İnsan orqanizmində ən kiçik hüceyrədir. Ən kiçik hüceyrədir, məncə deyə bilmərik. İrsi məlumatları daşıyır, daşıyar. Dişi orqanizmə malikdir, bəli, cinsi hüceyrədir, bəli. A variantı olacaq, doğru, yəni yanlış cavab daha doğrusu. Aşağıdakı proses bakteriyanın sporlaşması prosesidir. D variantı olacaq, doğru cavab. Bu sınavdan bu qədər. Ümid edirəm ki, izləyən hər bir kəs üçün faydalı oldu. İnşallah digər videolarda görüşənədək.